Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb. Əməkdaşlarımız köç edən ailələrlə həmsöhbət olublar. Onlar torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Ağdərə rayonunun Həsənriz kəndi sakinlərinin yurd həsrəti sona çatıb. Artıq bu Həsənriz kəndinə köçün 3-cü mərhələsidir. Həsənriz kəndinə köç eləyən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Çox sevinirəm. Hədsiz dərəcədə eşiyimiz olur. Bugün Ağdərəyə qayıdışdı. O qayıdışla bağlı oğluma ev düşübdü. Mən də gedirəm oğlumun evini görməyə. Səhər saatlarında Tərtərdən yola salınan ailələr doğma yurtlarına çatıblar. Həsənriz kəndinə köç eləyən ailələrə mənzillərin açarları təqdim olunub. Çox sevinirəm baba yurdumuza gəldiyimizə görə. Vallahi indi hardasa 64 yaşım var. Elə bir ki 33 ildir də. Ümumiyyətlə Ağdərə rayonundan bütün Qarabağdan məcbur köçkün düşənlər çoxsu vertolyotla, əli yalın, ayağı yalın çıxıb gedənlər olur. 30 il həsrətindən sonra bütün dünya indi Qarabağın Azərbaycan olduğunu bilir. Qeyd eləyək ki, Ağdərənin Həsənriz kəndinə ilk köç karvanı martın 3-də yola salınıb. İlk mərhələdə kəndə 25 ailə, 91 nəfər köçürülüb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, eləcə də ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.